Dilə başlamanın bəlli bir yaşı yoxdur. Məncə dil öyrənmənin ən başlıca səbəblərindən birisi dinləməkdir. Çox zaman valideynlər bizə sual yönləndirirlər ki, biz xarici dili nə vaxt övladımıza öyrədək? Nitqimizin inkişaf etməsi üçün danışmaq lazımdır. Bu qədər bəsit. Mən həmişə valideynlərə deyirəm ki, övladlarınızı ilk öncə tanıyın. Uşaq bir teksti oxuyur və onu sadəcə oxuyub keçirsə, bu sadəcə reading bəcərisini artıra bilər. Qrammatik becəriləri artırarıqsa, nitqimiz də inkişaf edərmi yoxsa? Azyaşlı uşaqlarda daha çox oyunlar, əyləncəli aktivitelər eləmək lazımdır ki, dərsə uşaqların diqqətini cəlb eləyə bilək. Hər kəsi salamlayıram. Mən bundan öncəki çıxışlarımda xarici dil barəsində danışmışdım və qeyd etmişdim ki, hər bir uşağa xarici dil öyrədilməmişdən öncə biz ilk öncə öz ana dilimizi öyrətməliyik övladımıza ki, çünki burada milli kimliyimiz formalaşır, uşağın nitq dəyərləri burada çox önəmlidir. Sadəcə bu gün qonağımla istədim müzakirə edək bu mövzunu. Mənim həmsöhbətim çox dəyərli, illərlə tanıdığım, həqiqətən də sözün əsl mənasında işinin peşəkarı Arzu xanımdır. Arzu xanım, xoş gəlmisiniz. Çox sağ olun, xoş gördük hamınızı. Arzu xanım, mən normalda müzakirələri 0-3-3-6 aralıq yaş dövründə uşaqların, yəni xüsusiyyətlərini müzakirə edirik və eyni zamanda valideynləri narahat edən suallar üzərindən müzakirələrimizi aparırıq və çox zaman valideynlər bizə sual yönləndirirlər ki, biz xarici dili nə vaxt övladımıza öyrədək? 1 yaşındamı, 2 yaşındamı? Mən cavabı bilirəm, əlbəttə ki, xarici dili öyrənmənin hansısa bir yaşı yoxdur. Sizcə düzgün xarici dili öyrətmə forması necə olmalıdır kiçik yaşlı uşaqlarda? Aha, deməli çox gözəl bir sual yönləndirdiniz, əvvəla Aynur xanım. Və düzgün də bəlli etdiniz əslində, dilə başlamanın bəlli bir yaşı yoxdur. Çünki öz dilimiz necə öyrənilir? Uşaqlar öz dilimizi, ana dilimizi dinləyərək öyrənirlər. Məncə dil öyrənmənin ən başlıca səbəblərindən birisi dinləməkdir. Yəni mütləq şəkildə uşaqlar dinləyərək o dil uşaqlara o şəkildə aşılanır. Məsələn, öz dilimizi necə dinləyərək öyrənirlərsə uşaqlar, ingilis dili də eyni şəkildə və ya başqa dillər də eyni şəkildə dinləyərək, daha çox dinləməyə məruz qalaraq öyrənə bilərlər. Eşitdiklərini daha çox öyrənməlidirlər. Bəzən məsələn bizə müraciət edirlər ki, kurs şəklində mən valideynlərə məsləhət görmürəm 2-3 yaşlı uşağın kurs şəklində hansısa bir dili öyrənməyi. Çünki 2 yaşlı uşağın və yaxud 3 yaşlı uşağın diqqət dairəsi 10-15 dəqiqə ərzində də davam edir. Yəni 15 dəqiqədən artıq biz o uşağı eləşdirə bilmərik və kurs şəklində əgər biz bunu davam ediriksə, bu ortalama bir 45 dəqiqə olmalıdır və bunu idarə etmək olmur. Düşünürəm ki, çox gözəl vurğuladınız ki, ilk öncə dinləməlidirlər. Amma uşaq psixologiyaları fərqli olduğuna görə biz bəzən hansısa bir sualı müzakirə edəndə bu bir mənalı qarşılanmır. Bütün uşaqlara mı erkən yaşdan vacibdirmi xarici dili öyrənmək? Xeyr, Aynur xanım, bütün yaşdan uşaqlara, yəni hər uşağa olmaz. Çünki hər bir uşaq fərdidir. Yəni ola bilər bəzi uşaqlarda nitq geriləməsi olsun, nitq inkişaf problemi olsun. Öz dilimizdən danışıram bu arada. O zaman xarici dil aşılamaq məsləhət görülmür. Çünki o zaman xarici dildə də problem, hətta öz dilimizdə də problem yarana bilər. Nitq ləngiməsi yarana bilər. Bəzən olur ki, məsələn, qonşudan qalma dala prinsipi, yəni bu prinsipə əsaslanaraq kiminsə evdə 2-3 yaşlı uşağı sərbəst ingilis dilində danışırsa, mənim uşağım da danışmalıdır. Amma burada uşağın fərdi xüsusiyyətləri çox önəmlidir. Bəzən məsələn, valideyn qeyd olunur ki də, uşaq var 4 yaşında bir neçə dil bilir. Hətta Yapon bir deyiminə rast gəlmişdim. Deyir 3 yaşına qədər uşağa hansı dili istəsən öyrədə bilərsən. Amma bu o anlama gəlmir ki, biz bütün uşaqlara bunu öyrətmək. Hər uşağa şamil olunmur. Şamil olunmur. Baxın, rus dili hardasa biz evdə eşidirik, dinlədiyimiz dildir. Amma ən çox üzləşdiyimiz problem nədən ibarət olur? Uşaq ingilis dili qrupa gəlirsə və bir ay keçir, valideyn başlayır. Uşaq niyə ingilis dilində danışmır? Bu zaman nə etməliyik? Bu zaman nə etməliyik? Uşağın ingiliscə danışığını daha da möhkəmləndirmək, gücləndirmək üçün, məsələn, evdə o baxdıqları rus dili, indi bilirik də, yəni dövr texnologiya dövrüdür. İstər-istəməz uşaqların əlində bir telefon, bir planşet, bir televizor önlərində olur. Yəni onların fərqli dildə bir şeyləri izləməkdənsə, hər hansı bir video olsun, bir dinləmə olsun, yəni Azərbaycan dilində və ya rus dilində, türk dilində əsasda qoyurlarsa videoları, mən bunu düzgün qiymətləndirmirəm Aynur xanım.
Çünki uşağın ingilis dili öyrənməsini istəyən bir valideyn o dilə uşağı Meyilli məruz olmalıdır. saxlamalıdır mütləq evdə. Məsələn, ingilis dilində bir kanal aça bilər. O dildə videolara ən azından baxmasa belə dinləmək çox önəmlidir. Bayaq da vurğuladım, dinləyərək ona məruz qala bilər. Yəni öyrənməni sürətləndirmək üçün bu vacibdir. Sadəcə bəlli bir saatla bağçada yarım saatlıq, bilirsiniz, çox uşaqda diqqət dağınıqlığı olur, onsuz da getmir o dərs. Yarım saat, 15 dəqiqə bir dərslə bir ayda irəliləmə görmək mümkün deyil. Ümumiyyətlə düşünürəm ki, nəticədən belə söhbət gedə bilməz. Bəli. Əgər biz evdə həmin dildə danışmırıqsa, biz o nəticəni uşaqdan Bəli. tez gözləyə bilmərik. Hətta bəzən düzdür, istisna hallar olur. Məsələn, mənim öz təcrübəmdə olub belə uşaqlar ki, evdə rus dili üzərindən danışıram. Ailə rus dilli deyil, rus dilində ümumiyyətlə danışmırlar, anlamırlar belə. Amma uşaq təmiz rus dilində fikrini izah edə bilir. Amma bu bütün uşaqlara şamil edilir. Bəli. Mən həmişə deyirəm, xarici dili ümumiyyətlə uşağı öyrətməmişdən öncə sizdə ümumiyyətlə praktikanızda olubmu kiçik yaşda uşaqlar? Praktikada necə etmisiniz? Çünki mən Arzu xanım sizin görmüşəm uşaqları, şahidi olmuşam Bəli, və bəli. siz çox mükəmməl şəkildə uşaqlara xarici dili, mən ingilis dili üzərindən danışmaq istirdim. Yəni uşaqlar sonda ingilis dilində tam fikrini sizə izah edə bilir. Ümumiyyətlə bunun bir alqoritmi varmı? Təbii ki, hər şeyin bir alqoritması, hər bir şeyin bir metodikası vardır. Bəli, azyaşlı uşaqlarda daha çox oyunlar, əyləncəli aktivitetlər eləmək lazımdır ki, dərsə uşaqların diqqətini cəlb eləyə bilək. Çünki diqqətləri tez yayına bilir. Yaşları az olduğundan oyuna daha çox meyllidirlər. Yəni onların psixologiyasına yönəlik dərsi aparmaq lazımdır mütləq. Keyfiyyət görmək üçün. Əylənərək öyrənək prinsipi deyək. Bəli, bəli, Zaten biz də mütləq. məşğələlərimizdə ondan istifadə edirik. Amma düzgündürmü? Düz vurğuladınız ki, uşaqda nitq problemi var və valideyn israrla xarici dili istəyir. İstər ingilis dili olsun və yaxud rus dili olsun, türk dili olsun. Bu üç dil üzərindən danışırıq hal-hazırda. Bu zaman nə qədər də biz valideynlə söhbət aparsaq, bəzən israrla, hətta istəmirsinizsə biz götürüb başqa bir yerə apara bilərik. Amma biz ilk öncə mən həmişə deyirəm, uşaqlarımızı tanımalıyıq ki, bilək uşaq bu potensiala malikdirmi? Uşaq var ki, mənim öz təcrübəmdə olub ki, 5 dil bilib, bu yax qeyd etdim, 3 yaşında. Amma bu dillərdə evdə danışılıb. Evdə danışmanın çox böyük rolu var. Yəni siz düz buyurdunuz ki, 10 dəqiqə, 15 dəqiqə və yaxud 40 dəqiqə məşğələ keçirsə və yaxud da ki, həftədə 3 dəfə hansısa bir kursa gedirsə uşaq, burada hansısa bir nəticədən söhbət gedə bilməz. Bəli. Özünüz bilirsiniz, Bir ay içində gedə reading bilməz. var, listening var, speaking var. Bütün bunları biz əgər əməl etməsək, hətta kiçik yaşlı uşaqlar üçün düşünürəm ki, siz Oxfordun kitabından səhv etmirəmsə, kiçik Bəli, yaşlı bəli, uşaqlarda Oxfordun, mən Cambridge'in istəyərdim o kitablarını. kitabları vurğulayasınız. O kitablar nəyin üzərindən qurulub? Çox az yaşlılara onlar şamil olunmur Aynur xanım, çünki heç olmasa biraz 4-5 yaş deyərəm, ideal olar. İdeal. Amma ondan aşağısına daha çox oyunları məsləhət görürəm. Sistemi niyə görə bəyənirəm Arzu xanım? Çünki o sistem uşağı sərbəst danışmağa, Bəli, öz fikrini yönləndirir. tam ifadə etməyə kömək etməkdə çox böyük faydaları var o sistemin. Ümumiyyətlə orada həm disk şəklindədir, həm yazı şəklindədir və bilirəm də ki, siz proqramınızda o IB sistemdən istifadə edirsiniz. Bəli. Hal-hazırda IB sistemi üzərindən qurulub xarici dilin Bəli, bəli. öyrədilməsi. Bu sahə üzrə istəyərdim fikirlərinizi Aha, bölüşəsiniz. təbii ki, bilirsiniz, hər dildə olduğu kimi ingilis dilində də 4 bəcəri dediyimiz listening, reading, speaking, writing deyə bir skilllərimiz var. Bunlar şərtdir uşaqlar üçün. Yəni dinləmə, oxuma, yazma və danışma. Yəni bu dördünü bir arada tutanda uşaqlarda çox gözəl bir keyfiyyət alınır. Bir də müəllimin yönləndirməsi çox önəmlidir. Məsələn, kitabda dediyiniz kimi bəlli gedişatlar var. Öncə dinləmədən başlayırıq. Sonra repetition dediyimiz təkrar çox önəmli bir nüansdır orada. Təkrar eləyərək tələffüz formalaşır və o dildə eşidir uşaq mütləq. Müəllimin deməsi bir başqa, bir də var native speaker dediyimiz, onların yəni sırf onların səsindən uşaqların eşidib və onu təkrarlaması çox başqa bir təəssürat yaradır və az yaşlı olduğu üçün sırf o müəllimdən ilk dəfə o dili gördüyü üçün onların dilində, yəni onların tələffüzü ilə danışmağa başlayır bu səfər uşaqlar. Orada dinləmələrimiz var dediyim kimi, sonra oxuma parçalarımız var, çox önəmlidir oxumalarını inkişaf etdirməmiz üçün və orada yenə deyirəm müəllimə çox iş düşür. Sadəcə listening və readinglə, yəni dinləmə və oxuma ilə danışıq becərilərini inkişaf etdirmək olmur. Burada müəllimə çox iş düşür. Oradakı sualları yönləndirmək vacibdir Aynur xanım. Məsələn, uşaq bir teksti oxuyur və onu sadəcə oxuyub keçirsə, bu sadəcə reading becərisini artıra bilər. Yəni buradan danışıqdan söz gedə bilməz. Amma müəllim yönləndirir. Buyurun. Məsələn, hansısa test tapşırığını yerinə yetirirsə, bu nə? Qrammatik becərilərin inkişafı. Test sadəcə qrammatik becəriləri inkişaf elətdirir. Dinləmə, yəni dinləmə qabiliyyətini inkişaf elətdirir.
Uşağın danışması üçün sizin onu danışdırmanız lazımdır. Yəni danışıq üçün danışıq. Mütləq yönləndirmək lazımdır suallarla, təbii ki, öz yaşlarına uyğun da. Məsələn, hansısa bir mövzunu qoyub, məsələn, Bəli. uşaq ingilis dili hazırlığa gedir. Nə üçün mən bu sualları yönləndirirəm? Bəzən valideynlərə qaranlıq qalır. Uşaqlar 3 ay, 4 ay, 5 ay, 1 il ingilis dili hazırlıqlarıdır və yaxud da ki, preschoollara gedirlər və nəticə yoxdur. Uşaq geri dönüş etmir. Yəni aldığı informasiyanı geri bizə Bəli. qaytarmır və bu zaman valideynlər çox narahat olurlar. Normalda dediyiniz kimi reading-də, listening-də mən indi ingilis dili üzərindən danışmaq istəyirəm. Bəli. Rus dilində də budur. Çünki uşaq ilk öncə dinləməlidir. Zaten məsələn test tapşırıqları bizdə çox hazırlıqlar nəyin üzərində qurulub? Test tapşırıqlarının üzərinə və mən düşünürəm ki, test tapşırıqlarını yerinə yetirməklə biz hansısa bir nəticədən söhbət edə bilmərik. Sadəcə qrammatik becəriləri artırır. Qrammatik becəriləri artırarıqsa, nitqimiz də inkişaf edərmi yoxsa yox? Nitqimizin inkişaf etməsi üçün danışmaq lazımdır. Bu qədər bəsit. Yəni nəzərə alsaq ki, bu gün ingilis dilini bilən və yaxud rus dilini bilən ailələrimiz var, amma bu dil bacarıqlarına yiyələnməyən valideynlərimiz də var. Bəs bu zaman nə etməliyik? Hətta ingilis dili məktəblərdə, rus dili məktəblərdə təhsil alan uşaqlarımız var ki, hansı ki, baxırsan ki, bəlli bir yaş dövrünə çatıb, amma öz fikrini tam şəkildə, hətta məktəbdə oxuyan uşaqlar belə tam şəkildə ifadə edə bilmirlər. Bu həqiqətən də uşaq böyük sorun yaşayır. Nə üçün? Çünki oxuduğunu anlamır. Zaman keçdikcə bu psixoloji travmaya qədər gətirib çıxara bilər. Çünki uşaq sıxılır həmin mühitdə. Əgər biz görürüksə, uşağın dil bacarıqları yoxdur, yəni dil götürmə qabiliyyəti aşağıdır. Biz o zaman həmin tədrisi saxlamalıyıqmı, yoxsa həmin uşağa zaman verməliyik sizcə? Xeyr, saxlamırıq Aynur xanım. Baxın, hətta məktəbdən də kənar, universitetdən gələn tələbələr olur. Ən böyük problemimiz bizim budur. Niyə budur? Çünki sistem TQDK sistemidir və orada müəllimləri də qınamalı deyil, tələbələri də qınamalı deyil. Çünki sistem onu tələb eləyir. Çünki imtahanda heç bir yerdə danışıq soruşulmur. Dinləmə var, o da yenicə bir neçə ildir salınıb. Yeni suallar salınır, açıq tipli Bəli, suallar. açıq tipli olur, amma danışıq yoxdur işin içində. Ona görə tələbələrimizin sıxıntısı budur. Məcbur gedirlər, qrammatik yöndən irəliləyirlər, inkişaf eləyirlər. Bu səfər danışıq yatır. Yəni onu açmaq üçün də əvvəla danışdırmaq şərtdir. Sizin sualınıza, digər sualınıza gələndə ki, qavraması zəif olan şagirdlər təbii ki var. Hər yəni tələbəyə fərdi yanaşmaq lazımdır. Onlara da dayandırmırıq. Xeyr, eyni metodika ilə gedirik və eyni nəticə biraz uzun zaman alsa da olur. Amma Heç olubmu uşağınız? olur, çox olub, təbii Yəni ki olub. nəticə almadan siz bitirmisiniz həmin kursu? Nəticə almadan olmayıb, az nəticə alaraq bitirən olub, belə deyək, Aynur xanım. Çünki mütləq bir şeylər öyrənib, elə bir şey olmur. Sadəcə qavramı azdır, götürmə qabiliyyəti az olur deyə ona da fərqli yollar tapmağa çalışırıq. Məsələn, digərinə bir dəfə izah elədiyimizi həmin o qavraması zəif olan şagirdə bir neçə dəfə fərqli yollar axtarırıq ki, yetər ki, uşaq bir şeylər anlasın. Yəni əliboş dönməsin dərsdən. Təşəkkür edirəm Arzu xanım məlumatlarınız üçün. Çox dəyərli idi bizim üçün. Düşünürəm ki, Çox valideynlər sağ olun. üçün də faydalı olar. Amma bir məqama toxunmaq istəyirəm ki, bizdə məktəbə qədər təhsil üzərində mən həmişə valideynlərə məsləhət görürəm ki, uşaq tam öz dilini açandan sonra, tam fikrini ifadə edəndən sonra onu ikinci bir dilə biz yönləndiririk. Normalda bizdə tədris mərkəzində, yəni rus dilidir hələ ki və yaxud ingilis dili qrupu olarsa 3 yaşından biz bunu nəzərdə tutmuşuq. Bəli. Çünki indi pandemiyadan sonrakı dövrdə uşaqların nitqlərində ləngimə var və uşaqlar tam özlərini hətta 3 yaşında belə ifadə edə bilmirlər. Sizcə mənə görə bu düzgündür. Yəni tam fikrini ifadə etməyən uşağı biz ikinci bir dil, xarici dili öyrətməməliyik. Özgüvənsizlik hissi yaradır. Özgüvənsizlik, aqressiya hissi yaradır uşaqlarda. Bu səfər öz dilində də yəni Fikrini geri tam- qalmağa başlayır Aynur xanım. Bu ona da təsir eləyir. Hətta nitq ləngiyərsə, bu gətirib uşağın inkişaf ləngiməsinə də gətirib Əlbəttə ki. çıxarır. Əgər nitq inkişaf eləməyibsə, burada bir mənalı aqressiya yaranır, özgüvənsizlik hissi yaranır. Çünki 3 yaş, 4 yaşda artıq tam fikrini ifadə etməlidir. Uşaq 2-3 cümləni belə qura bilmədikdə, bəzən ikinci, üçüncü dil öyrədəndə burada hətta kəkələmə problemindən mən danışacağam bundan sonraki çıxışlarımda. Hətta bizdə rus dilində belə olub ki, uşaq rus bölməsinə yönləndirib, sözü axtararkən kəkələməyə gətirib çıxarıb, kəkələmə problemini. Biz hətta bununla belə rastlaşmışıq. Sonda nə demək istərdiniz Arzu xanım? Fikirləriniz çox önəmlidir mənim üçün. Sizin də məni bura dəvət eləməyiniz mənim üçün çox dəyərli idi Aynur xanım. Öncəliklə buna üçün sizə təşəkkür eləyirəm. Valideynlərə sözüm o olar ki, dil öyrənmək çox önəmli bir şeydir. Mən də bir ana, bir valideyn olaraq təbii ki, istəyərəm övladlarım fərqli dillərdə danışsınlar, amma
Əgər uşaqda yenə deyirəm nitq problemi, kəkələmə problemi varsa, xüsusilə tələsməsinlər. Öz dilində özlərini rahat, sərbəst ifadə eləsinlər. Ondan sonra təbii ki, dil öyrənmənin yaşı bəlli yaşa qədər rahat gedir. Yəni tələsməyə ehtiyac yoxdur. Təşəkkür eləyirəm. Çox sağ olun. Siz sağ olun.